Hər vaxtınız xeyir dəyərli izləyicilər. Bu videomuzda müəllimlərin işə qəbulu və sertifikasiyası imtahanına hazırlaşan ibtidai sinif müəllimləri üçün növbəti video izahımızı təqdim edirik. İzaha keçmədən öncə paylaşılan videolardan davamlı olaraq faydalanmaq üçün kanala abunə olub videolarımızı bəyənə bilərsiniz. Eyni zamanda yanvarın sonlarına doğru başlayacaq qruplarımıza qeydiyyatdan keçmək üçün 055 418 82 02 telefon nömrəsi ilə bizə WhatsApp-dan yazıb dərslər haqqında tam ətraflı məlumat əldə edə bilərsiniz. Gəlin vaxt itirmədən keçək sualların izahına. İlk sualdan başlayaq. İcbar növ feilləri müəyyən edin. Biz bilirik ki, icbar növ iki şəkilçi ilə əmələ gəlir. Bu şəkilçilərin biri dır şəkilçisidir, digəri də t-dır. Yəni dır və t şəkilçilərinin köməyi ilə əmələ gəlir. Və icbar növ deyir ki, işi kiməsə elətdir, özün eləmə. Ütülət. Baxın, ütüdən ütüləmək, ütülətmək. Mən ütülətdim desəm, işi mən özüm eləmirəm. Yəni ütüləmirəm mən, kiməsə ütülədirəm. Demək ki, bu icbardır. Mişarlatmaq, mişardan mişarlamaq, mişarlatmaq. Baxın, odunu və ya ağacı mən mişarlatdım desəm, mən mişarlamıram, kiməsə elətdirirəm. Demək ki, bu da icbardır. Möhürlətmək, möhürdən möhürləmək, möhürlətmək. Yenə, mən möhürlətdim desəm, möhürləyən mən deyiləm, kiməsə elətdirirəm. Yəni, hər üçündə mən işi kiməsə elətdirirəm, demək ki, bu icbar növdür. Tumarlandı sözünün kökü tumardır. Tumarlamaq, tumarlanmaq, d da qrammatik. Fikir verin, burada nə dır şəkilçisi var, nə t şəkilçisi var. Baxdır, baxmaqdan baxdırmaq feildir. Əgər baxdırmaq, fala baxdırmaq mənasındadırsa, bu zaman icbar növ götürmək olar. Əyləndirməkdən əyləndirmək, məsələn, uşağı mən əyləndirdim. Mən birbaşa işi icra eləyənəm, mən əyləndirdim, işi mən eləyirəm. Demək ki, burada icbar yoxdur. Yəni, kiməsə nəsə elətdirmirəm. Bu məlum növdür. B bəndi uyğun deyil əyləndirmək, tumarlanmağa görə. Qanadlandır, qanaddan qanadlanmaq, qanadlandırmaq. Baxın, mən qanadlandırdım desəm, məsələn, quşu mən qanadlandırdım. Yəni, işi mən icra elədim. Demək ki, bu məlum növdür. Varlandırmaq, vardan varlanmaq, varlandırmaq. Məsələn, kimisə mən varlandırdım, mən elədim işi birbaşa. Kiməsə nəsə elətdirmirəm burada. Bu da məlum növdür. Dərdləndi, dərd sözündən dərdlənmək, qrammatik. Burada ümumiyyətlə icbar növə aid bir şəkilçi yoxdur. Yəni, bu sözlərin üçü də icbar növü deyil. Gileyləndi, sözün kökü giley, gileylənmək, qrammatik. Yəni, burada hər hansı bir icbar növ şəkilçisi yoxdur. Hirsləndi, hirsdən hirslənmək, qrammatik, yenə icbar növ şəkilçisi yoxdur. Həyəcanlandı, həyəcan, həyəcanlanmaq, qrammatik. Bu sözlərin üçündə də lan, lən və d şəkilçisi var. Yəni, dır, t, icbar növ şəkilçiləri yoxdur. Sıxlaşdırmaq, sıxdan sıxlaşmaq, sıxlaşdırmaq. Baxın, mən sıxılaşdırdım desəm, işi mən icra eləmiş oluram. Ona görə bu məlum növdür. Vidalaşdı. Vida sözündən vidalaşmaq, qrammatik. Burada yenə icbar növün şəkilçisi yoxdur. Çoxlaşdırmaq, yəni çoxdan çoxlaşmaq, çoxlaşdırmaq. Mən çoxlaşdırdım. Yəni işi mən icra edirəm. Buradakı sözlərin heç biri icbar növ deyil. Yəni burada doğru cavabımız olacaq. A variantı ütülətmək, mişarlatmaq, möhürlətmək. Baxın, mən ütülətdim, kiməsə elətdirdim. Mən mişarlatdım, kiməsə mişarlatdım. Mən möhürlətdim, kiməsə möhürlətdim. Yəni, hər üç işi kiməsə elətdirdim. Demək ki, bu icbardır. Davam edirik növbəti sualımızdan. Köməkçi nitq hissəsinə aid sözlərin işlənmə ardıcıllığını istəyir bizdən. Gəlin, biz ekranı biraz kiçildək. Daha sonra sualımıza baxaq. Ekran kiçik formada tam görünsün buradan. Aha, köməkçi nitq hissəsinə aid sözlərin işlənmə ardıcıllığı. Əlbəttə, dünyanı qadınlar idarə edir, lakin tarixçilər ancaq kişilərin adlarını bilirlər. Əlbəttə, özündən sonra vergüllə işlənən modal sözdür. Demək ki, mən birlə başlayıram. Qadınlar idarə edir, lakin sözü var. Özündən əvvəl vergül qoyulub, demək ki, bu bağlayıcıdır. 2 ilə davam edirəm. Ancaq kişilərin adını bilirlər. Yəni, yalnız kişilərin adını bilir. Bu da ədatdır. Ədat da 4-dədir. Demək, burada başqa bir köməkçi nitq hissəsi yoxdur. 1, 2, 4 ardıcıllığımız olacaq. D variantında. Davam edək növbəti, yəni 3-cü sualımızdan. Düzəltmə sözlər sırasını müəyyən edin. Dumanlı sözündə kök duman ismidir. Ondan dumanlı sifət əmələ gəlib. Oxumaq sözündə oxu kök, maq qrammatik. Bu söz sadə sözdür.
Daraq sözü daramaq feilindən daraq ismə əmələ gəlir. Deməli, oxumağa görə A variantını götürmək olmaz. Ölçülü sözü ölçmək feilindən ölçü, ondan ölçülü yaranıb. Qayğıkeşlikdə qayğıdan qayğıkeşlik əmələ gəlib. Bağlantıda bağdan bağlamaq, bağlanmaq, bağlantı 3 dənə də leksik burada var. Fikir versiniz, B bəndəki hər 3 söz leksik şəkilçi ilə işləndiyinə görə düzəltmə sözlərdir. Elə B variantı bizim uyğun cavabımızdır. C bəndində kəsərli. Baxın, elə burada li şəkilçisi var, düzəltmə sözdür. Arxayınlıqda arxayınlıq burada leksikdir, düzəltmə sözdür. Qardaş burada sadə sözdür. Qardaşa görə C variantını götürmək olmaz. Sürməlidə li leksikdir, düzəltmə sözdür. Sədaqətlidə li leksikdir. Çəməndən də dən qrammatikdir. Çəməndən sadə olduğuna görə D variantını götürmək olmaz. Sürməyi necə? Bu da i leksikdir. Şabalıdır necə? I leksikdir burada. Çəhrayı. Baxın, çəhra sözü var dilimizdə, yoxdur. Deməli, çəhradan çəhrayı yarana bilməz. Bu söz sadə sözdür. Ona görə də Y variantını götürə bilmərəm. Burada doğru cavabımız olacaq B variantı. Davam edirik növbəti sualımızdan. Havanın təmizliyi sağlamlığın birinci şərtidir. Cümləsində mübtəda nə ilə ifadə olunub? Biz əvvəla cümlənin təhlili üçün xəbərdən başlamalıyıq. Xəbəri müəyyənləşdirəndən sonra keçək mübtədaya. Nədir? Şərtidir. Baxın, baxıram ki, xəbərin tərkibində i şəkilçisi var. Bu i mənsubiyyətdirsə, mütləq özündən əvvəl yəlik hal olunmalıdır. Düzdür? Çünki i xəbər vəzifəsində olduğu zaman heç vaxt təsirli ola bilməz. Yəni, mütləq ki, mənsubiyyətdir. Nəyin şərtidir? Sağlamlığın şərti. Deməli, bu yəli ilə şərti mənsubiyyəti əlaqələnir və bütöv cümlənin xəbəridir. Nə sağlamlığın şərtidir? Havanın təmizliyi. Burada da eyni hal var. Yəli və mənsubiyyət cümlənin mübtədası vəzifəsinə çıxış edir. Yəni, burada həm mübtəda, həm xəbər, yəli, mənsubiyyətlə əlaqələnmiş ismi birləşmələrdir. Ona görə doğru cavabımız olacaq ismi birləşmə E ilə cavab Y variantı. Davam eləyək 5-ci sualdan. Verilmiş cümlə ilə bağlı uyğunluğu, yox, uyğunsuzluğu müəyyən edin. Gəlin əvvəla biz hissə-hissə bu şərtimizə baxaq. Çünki uyğunluq, uyğunsuzluq ən sonda bizim tətbiq edəcəyimiz hissədir. Diqqətlə izaha baxın. Bəzən test çox sadə olur, amma şərtdə biz səhv edirik. Doğrudur, yanlışdır. İlk növbədə biz bu testi həll eləməliyik. Sxemin içini. Getmək istəmirdim, ancaq o israr etdi. Tərkib hissələri bağlayıcı ilə bağlanmışdır. Baxın, mən getmək istəmirdim, o israr etdi. Ancaq bağlayıcı da varmı burada? Bəli, bu doğru fikirdir. Həmciz xəbərli sadə cümlədir. Baxın, mən getmək istəmirdim, o israr etdi. Bir tərəfdə məndir, digər tərəfdə o. Demək, bu mürəkkəb cümlədir. Sadə cümlə olması yanlışdır. Tərəflər arasında bərabər hüquqlar vardır. Bəli, çünki mən getmək istəmirdim bir müstəqil cümlədir. O israr etdi, digər müstəqil cümlədir. Yəni, bərabər hüquqlar var. Düzdür bu. Tərkib hissələrində eyni sayda cümlə özvü işlənmişdir. Baxın, cümlə özvlərinə. Bax, israr etdi, cümlənin xəbəridir, mürəkkəb feillə ifadə olunub. Kim israr etdi? O. Burada bir mübtəda, bir xəbər var. Neçə dənə cümlə özvü var? 2 dənə. Ancaq bağlayıcı olduğuna görə cümlə özvü götürülmür. İndi ilk hissəyə baxıram. Getmək istəmirdim. Ümumiyyətlə, istəmək feili məqməklə bir işləndiyi zaman mürəkkəb feil yaradır. Bu kitablarda çox vaxt qeyd olunmur. Demək olar ki, görməmişəm mən. Məqmək istəmək feilinin yanında görülürsə, mürəkkəb feil bütöv təhlil eləyəcək bunu. Getmək istəmirdim. Bütöv cümlənin xəbərdir. Bax, oxumaq istəmək, yazmaq istəmək, getmək istəmək, baxmaq istəmək. Məqmək istəmək feilinin yanında görülürsə, mürəkkəb feildir. Yəni, bir cümlə özvüdür. Burada bir dənə xəbər var. Say eynidirmi? Xeyr, eyni deyil. Eyni sayda cümlə özvü işlənmişdir. Fikri yanlışdır. Yəni, doğrudurun altından doğru olanın 1'dir. Yanlışdırın altında yanlış olan 4'dür. Yəni, burada mənim uyğun cavabım 1-4'dür. İndi şərtə baxıram. Uyğunu mu istəyir məndən? Baxıram ki, uyğunsuzu istəyir. Deməli, 1-4 yox. Cavabım nə olacaq? 2-3. Tam tərsi cavab A variantı. Bu tipli sxemlər ən çox səhv olunan sxemlərdəndir. Yəni, sual nə qədər sadə olsa da sxemin içindən çıxa bilmirsiniz. Baxın, doğrudur, yanlışdır verir. Siz bir-bir təhlil edin. Özünüz üçün doğru hansı, yanlış hansı müəyyənləşdirin. Yəni, qarşısında üstəgəl qoy doğrunun, səhvin də qarşısına çıx qoy. Doğrunun altında üstəgəl qoyduğum doğrudur, yanlışın da altında çıx qoyduğum yanlışdır. Deməli, doğruya görə doğru 1'dir, yanlışa görə yanlış 4'dür. 1-4 mənim uyğun, müvafiq cavabımdır. Əgər uyğunluğu istəsə,
Uyğunsuz istəyirsə, deməli 1-4-ün tam tərsi olmalıdır cavab. Bu izahı diqqətlə dinləyin, başa düşməsəz yenidən baxın. Çünki ola bilər ki, imtahanda sırf bu tipdə bir dənə sual düşdü. Davam eləyək növbəti sualımızdan. Biri ismi birləşmədir. Qaça-qaça gələn, yarışda qalib gəlmək, çox oxumaq həvəsi, dərs oxuyanda yaxşı oxumadan. İsmi birləşmə və feili birləşmələr. Bunları necə fərqləndiririk? Burada iki dənə tərəf olur. Bir tərəf aslı tərəfdir, digər tərəf əsas tərəfdir. Bizim üçün önəmli olan təbii ki, əsas tərəfin ifadə vasitəsidir. Əgər əsas tərəfdə feilin təsriflənməyən formaları, məsdər, feil sifət, feili bağlama varsa, bu zaman onlar feili birləşmədir. Yox, əgər əsas tərəf adlarla ifadə olunubsa, xüsusilə də mənsubiyyət şəkilçisi qəbul etmiş isimlərlə, bu zaman isim birləşmə demək olar. Baxın, qaça-qaça gələn. Gələn feili sifəti ilə ifadə olunub. Bu feili birləşmədir. Yarışda qalib gəlmək, sonuncu sözüm əsas tərəfdir. Gəlmək, maqmək, məsdər ilə ifadə olunub. Deməli, bu feili birləşmədir. Çox oxumaq həvəsi. Burada həm oxumaq sözünü görürsən, həm də ondan sonra gələn həvəs sözünü. Nəyə əsasən götürməlisən? Ən sona. Baxın, birinci tərəf aslıdırsa, ikinci tərəf əsasdır. Yəni, ən sona baxmalıyam mən. Buradakı ən son sözüm həvəs sözüdür. Həvəs sözünün tərkibində nə var? Mənsubiyyət. Oxumaq həvəsinə mən oxumağın həvəsi kimi düşünə bilirəmmi? Bəli, düşünə bilirəm. Yəni, yəlik mənsubiyyəti. Yəlik mənsubiyyət nəyə əmələ gətirir? İsmi birləşməni. Demək ki, C variantı bizim uyğun cavabımızdır. Dərs oxuyan da əsas tərəf andan da feili bağlamadır. Deməli, bu feili birləşmədir. Yaxşı oxumadan, madan, mədən, bu da feili bağlamadır. Deməli, feili birləşmə var. Doğru cavabımız olacaq bu sualda C variantı. Davam eləyək növbəti sualımızdan 7. Ələyim sözündə bitişdirici samit işləndiyi nəzərə alınsa, hansı fikirlər doğru olar? Baxın, bitişdirici deyirsə, əldən ələmək feili var. İndi burada əgər y, ç'dırsa, ələk ismidirsə, isim yaradır və leksik şəkilçidir. Yox, əgər bitişdiricidirsə, bu təhlil olunmamalıdır. Yəni, mən ələyim, mən nə edim? O zaman əmr şəklində feil olar və y bitişdirici samit olar. Digər məqamda, onu da yazım, baxın, ələyim. Əgər ələk ismi olsaydı, bu necə olardı? Mənim ələyim mənasında olardı. Əldən ələmək, ələk ismi və ismə artırılmış mənsubiyyət şəkilçisi kimi düşünülə bilərdi. Mənim ələyim. Yox, əgər y burada bitişdiricidirsə, təhlil olunmur və mən ələyim əmr şəklində feil olur. 2 leksik bir qrammatik şəkilçisindən ibarətdir. Xeyr. Baxın, bir leksik bir qrammatikdir. Çünki y bitişdiricisi təhlil olunmur. Bu yanlışdır. Əvvəlində mənim əvəzi işlənə bilər. Mənim əvəzi nə vaxt işlənərdi? Mənim ələyim mənasında. Yəni, bu hissədə olduğu kimi y isim yaradan leksik şəkilçi olsaydı. Uyğun deyil. Təsriflənən feildir, əmr şəklindədir. Bəli, mən ələyim əmr şəklində olan təsriflənən feildir. Birinci şəxsin təkində işlənib, bəli, mən ələyim. Bu tamamilə doğrudur. Feili xəbərin ifadə vasitəsi olar. Bu da doğru fikirdir. Çünki nə edim sualına cavab verməlidir bu məqamda. 3, 4, 5 doğru cavabımız olacaq C variantında. Davam edirik növbəti sualımızdan. Hansı cümlədə bütün sözlərin yazılışı ilə tələffüzü fərqlidir? Bəz qalası Babəkin əsas sığınacaq yeri imiş. Burada bəz sözü yazıldığı kimi tələffüz olunur. A getdi. Arazın qanlı suları sakitcə axırdı. Araz sözü elə yazıldığı kimi tələffüz olunur. Qonaqlar uçuq-sökük yolla ancaq saat 8-ə gələcəklər. C variantı uyğundur. Gəlin təhlilini yazaq. Qonaqlar sözü tələffüz olunur. Qonaqlar. Uçuq-sökük tələffüz olunur. Uçuq. Sökük. Yolla tələffüz olunur. Yolla. Saat. A düşdü. 8-ə. 8-ə. C-yə keçdi burada. Gələcəklər. Gələcəklərdə olacaq. Gələcəklər. Fikir versəz, qonaqlarda G X-yə keçdi. Uçuq sökükdə X, xışdirik. 2 dənə fərqli məqam var. Yolla, la, nan kimi tələffüz olundu. Saatda A düşdü. 8-də K, G-yə keçdi. Gələcəklərdə K, xışdirikə keçdi. Yəni, hər bir sözün yazılışı ilə tələffüzü arasında fərq var. Süleymana qalmayan dünya heç kəsə qalmaz. Burada elə Süleyman sözünün yazılışı və deyilişi fərqlənmir. Kəndə çatanda şər qarışırdı. Kənd sözü elə fərqlənmir.
doğru cavabımız olacaq C variantı. Davam eləyək növbəti sualımızdan. Şəxs əvəzliklərinə aid düzgün fikirləri müəyyən edin. Şəxs əvəzləri kəmiyyətcə tək və cəm olur. Bu doğru fikirdir. Çünki mən dediyim zaman bu təkdir, biz dediyim zaman cəmdir, uyğundur. Bu əvəzliklərin bir qismi hallana bilmir. Baxın, mən, sən, o, biz, siz, onlar. 6 dənə şəxs əvəzliyim var. Hallandıraq. Mənim, məndə, məndə, məndən hallanır. Sənin, sənə, səndə, səndən hallanır. Onun, ona, onda, ondan hallanır. Bizim, bizə, bizdən, bizdə hallanır. Sizin, sizə, sizdən, sizdə hallanır. Sonra onların, onlara, onlar da, onlardan. Yəni, bunu müəyyənləşdirmək üçün nə etməliyəm? Götürürəm həmin əvəzlikləri, bir-bir hallandırıram. Yəni, hər biri hallanır. Bir qismi hallana bilmir, yanlış fikirdir. Üçüncü şəxsi bildirən əvəzliklər insan, heyvan və cansız əşyalara aid olur. Bəli, yəni o əvəzliyi dediyim zaman onu mən həm insana aid edə bilərəm, o gəlir. Əşyaya aid edə bilərəm, o stolun üstündədir. Heyvana aid edə bilərəm, məsələn, heyvan it yeriyir də, o yeriyir. Yəni, hər birinə aid eləmək olar, doğru fikirdir. Cümlənin yalnız mübtədası ola bilər, şəxs əvəzləri cümlədə tamamlıq da ola bilər, xəbər də ola bilər. Yəni, yalnız mübtədə ola bilər fikri yanlışdır. Mən və biz əvəzlikləri yəli halda digər əvəzliklərdən fərqli şəkilçi qəbul eləyir. Bəli, yəli halda mən əvəzliyi olur mənim, biz əvəzliyi də olur bizim. Fərqli olan nədir burada? Normalda yəli halın şəkilçisi ın, in, un, ündür. Yəni, n ilə yazılır. Burada fərqli olan onların m ilə yazılmalarıdır. Deməli, 5 doğrudur. Bizdən düzgün fikirləri istəyirsə 1, 3, 5 düzgün cavabımız olacaq A variantında. Davam eləyək 10-cu sualımızdan. Bu günün sonuncu sualıdır. Sonuncu suala keçmədən öncə bir daha qeyd edirəm ki, bizim dərslərimizə qoşula bilərsiniz. Yanvarın sonlarında inşallah yeni qrupla dərslərimiz başlayacaq. Həmin dərslər üçün 055 418 82 02 nömrəsinə yazıb tam ətraflı məlumat əldə eləmək olar. Uyğunluğu müəyyən edin. Cümlənin məqsəd və intonasiya görə növlərindən yalnız ikisinə aid fikirdir. Cümlənin məqsəd və intonasiya görə növlərindən yalnız birinə aid fikirdir. Əvvəla gəlin görək məqsəd və intonasiya görə hansı növlər var. Onları qeyd eləyək bir qıraqda. Hansılardır? 4 dənə növ var. Nəqli cümlə, sual cümlə, əmr cümləsi və nida cümləsi. 4 dənə növ var. İsmi xəbərli ola bilər. Bunlardan hansı ismi xəbər ola bilər? Nəqli cümlə ismi xəbər ola bilər. Düzdür? Gecdir. Bu bir nəqli cümlədir. Sual cümləsi ismi xəbər ola bilər. Məsələn, gecdir, eyni cümləni sual cümləsi eləyirəm. Yəni, ikisinə uyğun gəlir. Əmr cümləsi ismi xəbər ola bilməz. Çünki əmr cümləsinin xəbəri mütləq feilin əmr şəklində olmalıdır. Buna uyğun deyil. Nida cümləsi, Qarabağ Azərbaycandır. Baxın, Azərbaycandır xəbərində nida cümləsi, nida qoysam, ismi xəbər ola bilər. Yəni, buna da uyğundur. İsmi xəbərli ola bilər, üçünə uyğun gəldi. Şərt isə ya ikisinə, ya da birinə aid fikir istəyir. Deməli, A bəndi heç birinə müvafiq deyil. Cümlənin sonunda nöqtə qoyula bilər. Nöqtə, baxın, sual cümləsinin sonunda sual işarəsi qoyulur. Nida cümləsinin sonunda nida işarəsi qoyulur. Deməli, nəqli və əmr cümləsinin sonunda nöqtə qoyula bilər. Bu doğru fikirdir. Cümlənin sonunda nida işarəsi qoyula bilər. Bu arada B bəndini biz ikisinə aid fikir kimi götürürük. B bəndi uyğundur 1-ə. Cümlənin sonunda nida işarəsi qoyula bilər. Ümumiyyətlə, nida işarəsi yalnız nida cümləsində qoyula bilər. Bu, yalnız birinə aiddir. Deməli, C-ni götürürəm 2-yə aid bir nümunə kimi. C uyğundur. Cümlənin xəbəri vacib şəklində ola bilər. Baxın, feilin vacib şəkli. Nəqli cümlənin xəbəri oxumalıdır. Ola bilər vacib şəkli. Uyğun gəlir. Bir dənə də bura üstə gəl qoyaq. Sual cümləsi oxumalıdır. Uyğun gəlir. Nida cümləsi oxunmalıdır desəm, bu da uyğun gəlir. Əmr cümləsi feilin əmr şəkli ilə ifadə olunmalıdır. Vacib şəkli ilə ifadə oluna bilməz. Demək ki, vacib şəklində nəqli, sual və nida cümləsində, yəni üçündə işlənə bilər. Biri və ya ikisində işlənə bilmir, bu heç birinə uyğun gəlmir. Feili xəbərli ola bilər. Baxın, elə oxunmalıdır sözü götürdük bayaq. Feili xəbəri vacib şəklidir bu. Bu elə özü feili xəbərdir. Hansı ki, vacib şəkli üçünə aid ola bildisə, avtomatik olaraq feili xəbərdə yenə minimum üçünə aid ola bilər. Hətta əmr şəklinin özünə də feili xəbərdir. Yəni, dördünə də aid ola bilir bu.
Ona görə fe'li xəbər ola bilmək heç birindən nümunə götürülə bilməz. Bir daha deyim onu, bəlkə kimsə başa düşmədi. Məsələn, fe'li xəbərdir. Oxuyur. O dərsini oxuyur. Nə edir? Fe'li xəbərdir, nəqli cümlədir. Sual verirəm. O dərsini oxuyur. Fe'li xəbər sual cümləsi oldu. O dərsini oxumalıdır. Nida qoysam, olur nida cümlə. Əmr şəklində də deyirəm ki, o dərsini oxusun. Əmr edirəm, bu da fe'li xəbərdir. Yəni, fe'li xəbər ola bilmək bütün növlərinə aiddir. Ona görə bizim birinci və ikinci fikrimizə uyğun gəlmir. Yəni 1B, 2C olacaq sadəcə burada. 2 dənə fikrimiz uyğundur. Cavabımız olacaq Y variantında. Dəyərli izləyicilər, növbəti videomuzun sonuna gəldik. Kanala abunə olub, bir dəqiqənizi alacaq, abunə olun, videolarımızı bəyənin, paylaşın ki, daha çox müəllim bu videolardan faydalanıla bilsiniz. Eyni zamanda bizim yanvarın sonlarına doğru başlayacaq qruplarımıza qoşulmaq üçün 055 418 82 02 nömrəsi ilə bizə müraciət edə bilərsiniz. Həftənin bir günü sırf olaraq mətnlərin canlı yayımı olur bizdə. Növbəti videolarımızda qəşəng mətnlər paylaşacağım sizə ödənişsiz olaraq. Həmin videoları gözləyin. Sağ olun, növbəti videolarda görüşərik.